Sizin əgər kompüterinizdə kompüteriniz varsa, kompüterinizə Python yükləyə bilərsiniz. Telefonunuza Python yükləyə bilərsiniz və eyni zamanda online Python proqramı. Google-da online Python yazıb, Python yazılır. Siz orada kodları yaza bilərsiniz. Çalışın, məşğul olun ki, ya əliniz öyrəşsin kod yazmağa. Axı siz gələcəyin proqramçılar olacaqsınız. Deməli uşaqlar, biz xatırlayırsınızsa, proqram təminatı dərsini keçəndə, indi köhnələr xatırlamalıdır. Dedik ki, proqramlar 3 qrupa bölünür. Sistem proqramları, tətbiqi proqramlar, bir də nə? Görün deyə biləcəksiniz, yadınızdadır. Kimi yadındadır? Sual dedi. Necə? Suala eşitmədim ama bir dedi. Proqramlar 3 qrupa bölünür, 3 kateqoriyaya bölünür. Sistem proqramları, tətbiqi proqramlar, üçüncü nə idi? Kodlaştırma kodlaştırma diliydi. İnstrumental proqramlar. Daha da Hamısını unutmuşsunuz. Sistem proqramları kompüterə lazım olan proqramları özündə birləşdirirdi. Tətbiqi proqramlar bizə lazım olan proqramdır. Word, Excel, PowerPoint və s. İnstrumental proqramlar isə proqramlaşdırma dilləri idi. Proqramlaşdırma dilləri xüsusi kodlarla yazılan bir dildir. Burada kodlar iki qrupa bölünür. Birinci adlanır ilkin kod, ikinci adlanır işçi kod və ya maşın kodu. İlkin kod bizim yazdığımız koddur. İşçi kod və ya maşın kodu isə kompüterin başa düşəcəyi, anlaya biləcəyi, emal edə biləcəyi koddur. İlkin kodu da maşın koduna çevirmək üçün translator adlanan proqramdan istifadə olunur. Yəni, translator adlanan proqram sənin, mənim, yəni insanın yazdığı kodu kompüterin dilinə tərcümə edir. Yəni elə düşünün ki, qarşınızda bir əcnəbi var, bir alman var, yapon var, nə bilim, fransız var, olsun yapon. Və siz Yaponun dilini bilmirsiniz, Yapon da sizin dilinizi bilmir və bildiyiniz ortaq dildə yoxdur ki, söhbət eləyəsiniz. Gedib bir tərcüməçi gətirirsiniz. Sənin danışdığın Yapon dilinə tərcümə edir. Yapon da danışdığın sənin dilinə tərcümə edir. Bax, həmin o translator proqramı o ya tərcüməçidir. Sənlə kompüter arasında tərcümə işinə baxır. Sənin yazdığın kodu kompüterlə eləyir, tərcümə edir. Və translatorun da iki versiyası var idi. İki növdə işləyə bilirdi. İki növü var daha doğrusu. İnterpretator və bir də kompilyator. Biz bunlardan danışmışıq. İnterpretator sətir-sətir çevirir. Yəni bir sətir yazdın, yeni sətrə keçəndə onu artıq çevirir. Və onun üzərində sonradan dəyişiklik aparmaq olmur. Kompilyator isə axırda çevirir, sonda çevirir. Və onun üzərində dəyişiklik etmək olur. Proqramlaşdırma dilləri çoxdur. Biz onların adlarından da bəzilərini öyrəndik. Dedik Python var, Pascal var, Algol var, Java var, JavaScript var. C++ var, C++ var, Fortran var, Basic var və s. və axıra. Bunları proqram təminatı dərsində mən sizə keçmişəm. İndi bunların digərlərinin hələlik adını bilək. İnşallah qismət olsun, universitetdə sizə öyrədəcəklər bunları. Bəzilərini baxırıq ixtisasınıza. Biz Python haqqında daha geniş danışacağıq. Python proqram təminatının instrumental proqramlar qrupuna daxil olan bir proqramdır. Python, Python kimi yazılır. Python və ya Python kimi tələffüz olunur. 1991-ci ildə Hollandiyalı proqramçı Guido van Rossum tərəfindən yaradılmışdır. Çox yaxşı proqramdır, çox sadə proqramdır. Proqramlaşdırma dilləri arasında demək olar ki, ən sadəsi olan Pythondur. Və Pythonun da iki versiyası var. İnterpretator və bir də kompilyator. Baxın, indi mən ekranda göstərəcəm. Bax, bu versiya interpretatordur. Bu üç dənə böyütür işarəsində çağırış komandasıdır. İnterpretatorda yazılan kodu sonradan dəyişə bilmirik. Dəyişən anlayışı ilə də tanışıq alqoritm mövzusunda. Demişik ki, proqramın icrası müddətində öz qiymətini dəyişən kəmiyyətlərə dəyişənlər, dəyişməyənlərə isə sabitlər və ya konstantlar deyilir. Məsələn, A bərabərdir 5, A bərabərdir A plus 3 olanda A oldu 8. 5 qiymətini unutduğuna görə ona dəyişən deyirlər. Dəyişən adı latın əlifbasının böyük və ya kiçik hərflərlə yazıla bilər. Dəyişən adı rəqəmlə başlaya bilməz. Dəyişən adında rəqəm ola bilər, amma birinci simvolu mütləq nə olsun? Hərf olsun. Dəyişən adında boşluq simvoluna istifadə oluna bilməz. Məsələn, indi bu interpretator növüdür. A bərabərdir yazıram 4. Baxın, enteri vurdum, düşdüm yeni sətrə. İndi gəlirəm bu A-nı nə qədər istəsən, silə bilməzsən. Niyə? Çünki bu interpretatordur. Bu isə kompilyatordur uşaqlar.
Kalkulyatorda A bərabərdir 4 yazırsan, düşdün yeni sətrə qayıdırsan, təzədən silirsən, istəyirsən 4-ü silirsən, sil 5 elə. B bərabərdir 2, qayıt yuxarı yenə. Bunu 3 elə, bunu nə bilim neçə elə? 9 elə, 10 elə, 7 elə. Nə eləyirsən elə də. C də bərabərdir A plus B. Son nəticəni ekrana çıxartmaq üçün də Python proqramında print komandasından istifadə olunur. Print, yəni nəticəni göstərmək, çap etmək deməkdir. O ki, alqoritmdə biz işi görüb qutarandan sonra parallelogram içində qiyməti yazırdıq, ha? Bax, həmin o, bu paralelogramın M-in son qiyməti tap, məsələn. Bu parallelogram son nəticəni bizə göstərirdi. Burada isə son nəticəni göstərmək üçün print komandasından istifadə olunur. İndi burada əgər mən bunu yazmışam harda? Kalkulyatorda yazmışam. Bax, interpretatorda 3 dənə şey olurdu. Bax, görürsünüzmü? Çağırış komandası olurdu. Burada olmur. Və burada interpretator burada. Sən bunu icra etmək üçün burada run düyməsi var. İcra et. Run düyməsini vurursan və ya klaviaturun F5-i və sonra sən bunu fail kimi yadda saxlayırsan. Mütləq yadda saxlamasan, hər hansı bir adına yadda saxlamasan. Faillər dərsində keçmişik. Bilirik ki, failin nə olur? Adı olur, uzantısı olur. Yadınızda saxlayın. Python proqramında hazırlanan proqramın failin uzantısı .py şəklindədir. Bunu sən yadda verməlisən, yadda saxlamalısan. Ondan sonra bax, neynədir? İcra elədi 10. Amma kalkulyatorda belə şey yoxdur. 7 üst gəlir 10 elədir. Kalkulyatorda isə kalkulyatorda həmişə gərək icra et vurasan da, RAM vurasan. Amma interpretatorda ay yaddaşa ver, icra et, elə şeylər yoxdur. Elə birbaşa özü həll edəcək. A bərabərdir 3, B bərabərdir 7, C bərabərdir, məsələn, A plus B, print C, son nəticəni ekrana çıxardan C. Enter vurdun, avtomatik çıxdı. Amma kalkulyatorda enter vursan da el olmur. Gərək run düyməsini vurasan, onu yaddaşa verəsən, sonra neyniyə? O emal oluna. Interpretatorla kalkulyatorun fərqi budur. Və biz dəyişən anlayışından danışmışıq. Dedik ki, dəyişənlər proqramın icrası müddətində öz qiymətini dəyişən kəmiyyətlərə nə deyirlər? Dəyişənlər deyirlər. Və uşaqlar, indi biz burada dəyişənlərin növlərindən danışacaq. Hansı növləri var? Mən onlardan bir-bir sizə izah edəcəm. Deməli, dəyişənin növləri. Dəyişənin növləri birinci var. Tam ədəd tipi. Tam ədəd tipi. Buna ingilis dilində deyirlər, Python dilində deyirlər integer. Integer deyirlər və qısa olaraq int yazılır. Tam ədəd tipi, yəni integerdir. Nədir deyəcəm? İkinci, həqiqi ədəd tipi. Həqiqi ədəd tipi. Həqiqi ədəd tipinə float deyirlər. Şöyle float yazılır. Elə float yazılır. Float kimi də float. Tələffüz olunur. Üçüncü tipimiz deməli məntiqi tipdir. Məntiqi. İndi burada ə hərfi olmadığına görə mən məntiqi yazacağam. Məntiqi tip boolean adlanır. Boolean adlanır. Qısa şəklində bool yazılır. Bool. Və dördüncü tip sətir tipi var. Sətir tipi. Sətir tipi. Sətir tipi də adlanır, string adlanır. String. Və STR kimi qısa olaraq yazılır. Beşinci tipimiz adlanır siyahı tipi. Siyahı tipi. Və siyahı tipi də list adlanır və list kimi də yazılır. Yəni, Python'un tipləri çoxdur. Bizim proqramımızda olan bunlardır. Tam ədəd tipi, integer deyəcək ona, həqiqi ədəd tipi, float deyəcək, məntiqi tip, boolean deyəcək, sətir tipi, string deyəcək, siyahı tipinə də list deyəcək. Bir yəni də uzun tam var, log integer, sizin proqramınızda yox. Deməli, tam ədəd nədir? Tam ədəd odur ki, kəsiri olmasın da bütöv olsun. Məsələn, müsbət, mənfi və sıfır ədədlər tam ədəddir. A bərabərdir 5.
Və mən deyirəm ki, ay proqram mənə tap görmələ A-nın tipi nədir? Yəni A-nın tipi nədir? Mənə nə deyəcək? Deyəcək A-nın tipi flatdır da. Üzr istəmək integerdir. Bax görürsən int. 5 tam ədəd deyil. Tam ədəd biz integer demirik. A mənfi 5 olsa nə verər cavabı? Yenə də integer verər. Niyə? Çünki mənfi 5 də tam ədəddir də. Tam ədədə biz integer deyirik. Bax görsən, hara getdi onun cavabı? Görsən int yazır. Və mən burada A-ya 0 versəm, nə olar? A-ya 0 versəm, yenə də nəticə olar integer. Yəni uşaqlar, əgər dəyişənə müsbət mənfi 0 kəsr Məntiqi nə? bəli, Məntiqiyə nə məntiqə nə yazırıq? nə yazmaq olar ki, məsələn, məntiqi gəlsin. Darıxma, izah bir sırasına izah edərək gələcək. Deməli, əgər dəyişənə müsbət mənfi 0 kəsr hissəsi olmayan bir şey vermisənsə, ədəd vermisənsə, o onlara tip olaraq nədir? Integerdir. Flat nədir? Həqiqi ədəd. Həqiqi ədəd nədir uşaqlar? Siz mən deyim, mən siz izah edin. Görməli izah eləməyin mənası var yoxsa yox? Mən görün. Həqiqət. Aha. Nədir həqiqi ədəd? Kim deyər? Yəni bütün ədədlər həqiqidir. Məsələn, mənfi, müsbət, Bir şey diyeyim müəllim. Burada hatta misal üçün ədədlər hamısı. İrrasional, burada rasional. misal üçün müəllim Hə. ədədi tam alsaq belə onun yanına 0 yazacaq müəllim. Burada uşaqlar, həqiqi ədəd biz ona deyirik ki, kəsr hissəsi olan ədədə həqiqi deyirik. Kəsr hissəsi olan ədədə. Siz riyaziyyatda ədədin tam və kəsr hissəsini ayırmaq üçün vergüldən istifadə edirsiniz, düzdürmü? Biz isə onun nöqtədən istifadə edirik. Məsələn, A bərabərdir 5,9. İndi mən soruşuram ki, A-nın tipini mənə göstər. 5,9. Nə olacaq? Baxın, flat oldu. Və yaxud 5 versəydim nə olardı? Int olardı. Amma 5,9 yəni həqiqi oldu. Oldu flat. İndi burada bəs mənfi 5,9 fərq yoxdur. Kəsr hissəsi varsa o ədəd bizim Pythona görə həqiqiyə. Bax görürsünüz yazdı flat. İndi birdən yazsam ki A bərabərdir 5,0. Bəs bu necə ədəddir? Normal. Onda da müəllim flat tipidir. Həqiqi, bəli, flatdır. Normalda 5 ilə 5,0 bir-birinə bərabərdir. Eyni şeydir. Biz riyaziyyatda əslində 5,0 yazmırıq. Ədədin kəsr hissəsi 0-a bərabər onu yazmırıq da. 3,0 yazırıq ki, 3 yazırıq. Amma proqram burada fərq qoyur ona. Yəni qiymət olaraq eynidir. Qiymət olaraq eynidir. Amma nəticə olaraq, tip olaraq onlar nədir? Fərqli-fərqli növlərdir. Bax 5,0 yazsaq, bu olacaq bizim üçün nə? Bizim üçün olacaq flat olacaq. Yəni həqiqi olacaq. Yazsam ki, məsələn, print, görün nə yazacağım hələ? 5 bərabərdir 5,0-a, yəni 5 5,0-a bərabərdir də. Bax, mənə deyəcək true, doğrudur. Axı biz doğruya true deyək, görürsən true, doğrudur. Qiymət olaraq bərabərdir bunlar. Amma tip olaraq sən orada nöqtədən sonra 0 da yazsan, nə də yazsan, onu flat kimi tanıyır. İndi siz mənə deyin görməli, 7,8 ədədi necə, hansı tipə aiddir? Həqiqət. Flat. Falan. Üçüncü məntiqi tip. Məntiqi tip odur ki, uşaqlar, məsələn, burada müqayisə aparırsan. Müqayisəni aparırsan, mən özüm deyirəm ki, A bərabərdir 5 böyükdür 6-dan. Hə. İndi burada print type A, yəni mən A-nın tipini mənə göstər desəm, o mənə göstərəcək bool. Bax görürsən, tipi bool, yəni məntiqidir. Ümumiyyətlə, müqayisə olanda onun tipi nə olur? Məntiqi olur. Yadınızdadır, biz informasiyanın növlərini keçəndə ilk dərsimizdə, təbii ki, bəlkə də çoxunuzun yadından çıxıb, demişdik ki, məntiqi informasiyada iki vəziyyət var. Ya doğrudur, ya yalandır. Müqayisə edirsən də. Hə, bunun əgər mən burada desəm ki, print A, yəni A-nı mənə göstər, A nə olacaq? 5-6-dan böyük deyil, axı, yalan deyil, amma olacaq false. Yalana false deyil, yaxı, bax görürsünüzmü? Cavab oldu false. Post.
Burada amma bunun qabağına bir açım 15 olsun. 15 6-dan böyükdürmü? Gəlin baxaq görək. 15 bölü 6 görürsən True true. verəcək, müəllim. Bəli. Amma burada cavab olaraq, nəticə olaraq false və ya true alır. Amma tip olaraq fərqi yoxdur. İstəyir doğru olsun, istəyir də nə olsun, yalan olsun. Tipi nə Yanlış olsun? olsun. Tipi Yəni, bunun buldur. Bayaq da bul vermişdim. False olanda da indi də. Tip olaraq nədir? Buldur. Yəni bul nə tipidir? Əgər ədəd müqayisə varsa buldur. Bir də sətir tipi var. Sətir tipi odur ki, Python proqramı bəzi proqramlaşdırma dillərindən fərqli olaraq təkcə ədədlər üzərində deyil, sözlər üzərində də əməliyyatlar apara bilər, sətirlər üzərində də. Amma bir şərt var. Sən sətri gərək dırnaqda yazasan. A bərabərdir. Dırnaqsız yazıram, baxın. İmtahan, imtahan. İndi mən desəm ki, A-nın mənə tipini göstər, o mənə xəta verəcək. Niyə xəta verəcək? Çünki axı dırnaqsız yazmışam. Baxın error verdi, qırmızı. Name imtahan is not defined. Gördünüzmü? Deyir ki, bu belə şey məlum deyil. Amma mən bunu dırnaq içində yazsam xəta verməyəcək. Bəli, dırnaq içində yazıram. Dırnaq içində yazanda işləyəcək. Deməli, burada nə olacaq? Tipi olacaq string. Setir. Baxaq. String. Tip oldu nə? String. Dırnaqda yazanda da rəngi yaşıl olur, ona da baxın. Amma burada qoşa dırnaqla da yaza bilərəm uşaqlar. Tək dırnaqla da yaza bilərəm, ha. Problem yoxdur. İstəyirsən bir dırnaqdan içində yaz, istəyirsən iki dırnaq. Yenə də mənə string deyəcək tipini. Amma bir şey var. Qoşa dırnaqla başlayıb, tək dırnaqla bitirə bilmərəm. Bax, qoşa ilə başlayıb, təklə bir bağlamaq istəyirəm, bağlamışam. Olacaq nə? Görürsənmi? Xəta verdi. Olmaz. Və yaxud da ki, təkdən bağlayıb, başlayıb. Cüt dırnaqla bitirə bilmərsən. Deyir ki, qardaş, dırnaqda istəyirsən, görürsən, burada qırmızı yandı. Yəni görürsən xətadır. Yəni ya ikisi də cüt olmalıdır, ya ikisi də tək olmalıdır. Bu da oldu string dırnağın içində. İndi mən burada A-nın içinə yazıram ki, burada dırnağın içində yazacağam ki, 28,97. İndi siz mənə deyin görmərə, burada A-nın tipi nədir? Həqiqətən tipi yox. Xeyr. Dırnaqdadır, sətr tipi. Dırnaqdadırsa sətirdir. Bu nə qədər desə ki, vallah mən 28,97 mən həqiqətən tipiyəm, flatam. Onu flat kimi qəbul. Niyə? Dırnağın içində. O demək deyir ki, dırnağın içində ancaq söz olanda string olur. Dırnağın içində ədəd də olsa, rəqəm də olsa, adi bir simvol da olsa onu sətir kimi tanıyır. Baxın uşaqlar. Bu nə olacaq? Bizə sətir kimi. Artıq 28 bax görürsən, string verir. Hə, bu dırnaqsız olsaydı, adam balası kimi əməli başlı ədəd olardı. Bu olardı, flat olardı da, həqiqi ədəd olardı. Düzdürmü? Baxın, flat. Amma dırnaqda olanda nə baş verir? Onun artıq dırnağın içində proqram nəyi görsə, hamısını ədəd kimi tanıyır, sətir kimi tanıyır. Dırnağın içində sözdə görsə, ədəd. Yəni, burada fərqi yoxdur. A, dırnağın içində sən salam sözü yazırsan və yaxud da ki, dırnağın içində sən ədəd yazırsan. Bunun fərqi yoxdur, ha. Dırnaq varsa, dırnaq açılıb bağlanıbsa, onun içində nə varsa, o string tipində olur. İndi məsələn, dırnağın içində adı normalda bu adı ulduz işarəsi vurmanı bildirir. 2 dənə ulduz qüvvətə yüksəltməni bildirir. Amma sən bunu dırnaqda yazsan ulduzu, rəngi yaşıldırsa, burada nə edəcək? Sətri olacaq. Baxın, string tipində. Yəni, dırnağın içində nəyi olsa, nə görsə, onu nətər tanıyır? Sətr kimi tanıyır. Aydındır? Siyahı tiplərindən bir qədər sonra danışacaq. Bir daha qısa xatırlatma. Əgər ədəd kəsir hissəsi yoxdursa, tam ədəddir, integer. Həqiqi kəsir hissəsi varsa və yaxud da ki, nöqtəsi varsa, sil orada nöqtədən sonra 0 olsun, kəsir hissəsi yəni 0-a bərabər olsun, sil nə olsun? Həqiqi ədəd kimidir. Müqayisə varsa məntiqidir və bir də orada əgər sətr varsa, özürsən, dırnaq içindədir, fərq yoxdur, dırnaq içində söz yazmısan, cümlə yazmısan, ədəd yazmısan, rəqəm yazmısan, simvol yazmısan, o necə tanıyar onu? Sətr kimi tanıyar. Aydın oldu?
Nə aydın olmadı? Aydın. 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 İndi gəlin uşaqlar tiplər üzərində əməllərdən danışaq. Deməli, həqiqi ədədlərin cəmi də, fərqi də, hasili də həmişə həqiqi ədədə bərabər olur. 2 və daha artıq sayda həqiqi ədəd götürsən, sən onları toplasan, alınan cəm həqiqi olar. Onları çıxsan, alınan fərq həqiqi olar. Onları bir-birinə vursan, alınan fərq həqiqi olar. İki ədədin fərqi nə olar? Ya müsbət olar, ya mənfi olar, ya sıfır olar da. İndi birinci ikincidən böyüksə müsbət olar. Hər ikisi bir-birinə eyni ədədsə sıfır olar. Birinci ikidən ikisinsə onların fərqi mənfi olar. Fərqi yoxdur ki. Olsa mənfi olsa da, sıfır da olsa, nə bilim, nə də olsa, müsbət də olsa biz onu nə demişik? Həqiqi yox, tam ədəd üzr istəyirəm. Tam ədəd olar. İki tam ədədin cəmi də, fərqi də, hasili də tam ədəddir. Amma iki tam ədədin nisbəti tam ədəd deyil, həqiqi ədəddir. Niyə? Çünki axı bütün tam ədədlər bir-birinə qalıqsız bölünmür. A bərabərdir 6 bölünsün 4. Uşaqlar, burada bölmə işarəsi bilirsiniz də, burada slash-lə göstərilir. Burada A neçə olar? A-nın qiyməti nə olacaq? Həqiqi ədəd. Yox, qiymət olaraq. Qiymət olaraq nə Bir anda olacaq? bir. 1,5 olacaq. Düzdür? Bir Elə onda 5 olacaq. Müəllim, flat tip olacaq bəli. üstə. Olacaq flat. Olacaq flat. 1,5 flatdır da, düzdürmü? Bəli. Əgər mən yazsam yaxşı, 6 bölünsün 2. Deyə bilərsiniz ki, axı 6 Mənim yenə də flat. yenə də flat Mənim olacaq uşaqlar. 3,0 alınacaq. Çünki burada 2 yazmayacaq, o 2,0 yazacaq. Baxın, 3,0. 3 nöqtə. Çünki Müəllim, orada müəllim 2 dənə bölən yazısı, onda müəllim integer deyəsən verəcək də. darıxmada yavaş-yavaş izah eləyə gəlirəm. Əgər 2 dənə tam ədəd bir-birinə bölünürsə, fərqi yoxdur. İstir qalıqlı bölünsün, istir qalıqsız tam bölünsün. Onların nəticəsi nə olar? Flat olar. Və sən bunu integer görmək arzusundasan. Bəs o zaman nə edə bilərsən? Heç nə. Onda bunları qabağına integer yaz, int yaz, al mötərizəyə. Belə yaz. Normalda 6-nı 2-yə böləndə nə düşər? 3,0 yazmalıdır. Amma integer yazdığına görə o mötərizənin qabağısına onu 3-ə çevirəcək. Yəni tam hissəsini göstərəcək. Nəsə Məsələn, integer, yəni 3 qoyacaq. yəni burada 17 bölünsün 2. Normalda 17-ni 2-yə bölsən nə düşər? 8,5. Flat, həqiqi, düzdürmü? Amma qarşısında int olduğuna görə onun 8,5 ədədi. Bax, normalda bunun cavabı 8,5-dir. Mən bunu integer tipində görmək istəyirəm. Necə edim ki, integer olsun? Onda gərək bunun kəsr hissəsini gizlətsin ki, bu 8 qalsın da, düzdür? Kəsrisi olmaz. Onda bunu nə olacaq? Olacaq integer 8. Niyə 8 oldu? Bəs 8,5 idi axı. Çünki integer tipində sən onu görmək istədin. Integer görmək üçün onun kəsr hissəsini gizlətməlidir o. Gizlətməsə nə olar? Flat olar axı. Bir də uşaqlar, burada yəqin ki, biz onu alqoritmdə dedik. Bölmə əməliyyatı var, adi bölmə, bir də var tam bölmə. Adi bölmə bir dənə silajləndir, tam bölmə iki dənə silajləndir. Bir dənə silajlən olanda bölmə zamanı həm tam hissəni göstərir, həm kəsr hissəni göstərir. Məsələn, normalda bu 17,17-ni mən 2-yə bölsəm, nə düşər? Bir dənə bölmə ilə bölmüşəm axı. Düşər 8,5. Düzdürmü? Baxın, 8,5. Əgər mən bunu tam hissəsini görmək istəyirəmsə, ya bunu mötərizə alıb qarşısına int yazmalıyam, ya da heç yazmıram. 2 dənə slash qoyuram. 2 dənə slash qoyanda bunun kəsr hissəsini gizlədir, tam hissəsini göstərir bizə. Tam hissəsi nə olar? 8. Aydındır? 23 bölünsün 4. 23-ü 4-ə böləndə, əgər bir dənə slashlə bölmüsənsə, 23-ü 4-ə böləndə nəsə bir ədəd düşür də burada. 23 bölünsün 4. İndi 23-ü 4-ə böləndə nəsə bir ədəd düşəcək. Yəni, baxaq görün, nəsə bir şey verəcək. Bax, görürsənmi? 23-ü 4-ə böləndə 5,75 düşdü. Tip olaraq nədir bu? Flatdır da. Amma sən bunu 2 dənə slashlə bölsən, artıq onun tam hissəsini sənə göstərəcək. 23-ü 5 4-də göstərəcək. olacaq 5 göstərəcək. Bəli, doğru cavab olacaq 5. Yəni biz dedik ki,
İki tam ədədin cəmi də, fərqi də, hasili də tamdır. Əgər iki tam ədədi bir dənə siləşlə bir-birinə bölürsənsə və qarşısına da mötərizə alıb int yazmamısansa, nəticə flat olacaq. Yox, iki dənə siləşlə bölürsənsə, onda nəticə nə olacaq? İnteger olacaq. Yəni iki dənə siləş nə edəcək? Tam hissəni göstərəcək. Aydındır? Nə aydın olmadı? Aydın. Aydın. Kimə nə aydın olmadı? Əhməd nə Aydın. aydın olmadı? Aydın. Lamiyə aydındır. Bəli, müəllim. Fatimə aydındır qızım. Fatimə buradasan. Fatimə buradaydı axı deyəsən. Burada. Buradadır, prosta nəsə açmadım. Hə, deməli uşaqlar, bunu bildik. İndi keçdik flat tipinə. Flat tipi, yəni həqiqi tipdə kəsr işarəsi olan, kəsr hissəsi olan. Flat tipində olan ədədləri toplasan da, çıxsan da, vursan da, bölsən də nəticə həmişə flat verir bizə. İki dənə həqiqi ədədi toplasan, məsələn, normalda yazıram ki, 12 tam 2 tam onda 5 üstə gəlsin 8 tam onda 6. Düzdürmü? Hər ikisi öz-özlüyündə nədir? Həqiqi ədəd. Bunların cəmi nə eləyər? Bunların cəmi eləyər 11 tam onda 1 eləyər. Düzdürmü? Bunların görürsənmi? Bax, 2,5-də həqiqidir, 8,6. Onların nəticəsi, törəməsi, onlardan əmələ gələn nə oldu? 11,1. O da həqiqi oldu. Yəni, iki həqiqi ədədin cəmi, fərqi, hasili həmişə həqiqi oldu. İndi gəlin belə eləyək. 8,5 qoyaq. Normalda bu tamamlanacaq. Neçə olacaq? 11 olacaq. Amma bizə nə göstərəcək bu? 11 göstərməyəcək. 11,0 kimi göstərəcək bizə. Yaxşı, bunlardan biri flat olsa, biri həqiqi olsa nə baş verər? Heç nə. Yenə də cavab flat olar. 2 plus 8 onda 5-in cavabı bizə nə verər? 10 onda 5 verər. 10 onda 5 də nədir? Həqiqidir. Yəni 2 dənə həqiqi, 2 və daha artıq sayda həqiqi ədədlərin cəmi də, fərqi də, nisbəti də həqiqi ədəddir. Aydındırmı? Bəs sətirlərdən necədir? Uşaqlar, sətirlə sətiri yalnız toplaya bilərsən. Bir də sətiri ədədə vura bilərsən. Sətirdən sətir çıxmaq olmaz. Sətiri sətirə vurmaq olmaz. Sətiri sətirə bölmək olmaz. 2 dənə sətir. A bərabərdir. Yazıram salam. B bərabərdir. Yazıram dostum. C bərabərdir. A plus B. Yəni salam sözündən dostum sözünü toplayacağam. İki sətiri, iki stringi mən toplayacağam. Bu zaman onlar yan-yana yazılacaq. Print C. Baxın, print C. Olacaq necə? Olacaq salam dostum. Onlar nə edəcək? Onlar yan-yana yazılacaq. Salam dostum. Özdə bitişik yazıldı. Görürsünüzmü bitişik? Əgər bunların mən boşluqla yazılması istəyirəmsə, ya birincisindən sonra burada boşluq qoymalıyam. Boşluq qoymalıyam ki, onlar bitişməsin, ayrı-ayrı olsun. Bax, görürsənmi? Salam dostum. Ya da ya birincinin sonuna boşluq qoymalıyam, ya da ikincinin əvvəlinə boşluq qoymalıyam ki, bunlar neynəsin? Bitişməsin. Yoxsa bitişik yazacaq. Hə, indi mən burada A plus B əvəzinə B plus A yazsam, nə baş verər? B plus A yazsam, olacaq dostum salam. Dostum salam. Gördünüzmü? Yəni, riyaziyyatda toplananların yerini dəyişəndə cəm dəyişmir qaydası burada işləmir. Bunlar yan-yana yazılır. A bərabərdir 2, B bərabərdir olsun 3. İndi mən burada A plus B yazsam, sizcə cavab nə olar? 5. Yox. Bunlar deyil, sənin üçün. Bunlar sətirdir. Sətirlər toplayanda yan-yana yazılır. 2-3 olacaq. Baxın. 2-3. Yan-yana yazılır. Sətirləri toplayanda bir-birinə birləşdirir. 2-3. Əgər mən burada B plus A yazsam, onda nə baş verər? Nə olar cavab? 32. 32 deməyək də, 3-2 deyək. 32 deyil axı, ədəd deyil axı. Yəni, yan-yana yazılır. Aydındır? Sətirləri toplayanda yan-yana yazılır. Sətiri çıxmaq olmaz.
Bax, çıxıram burada. Bunları çıxıram. 2 sətri çıxmaq istəyirəm. Xəta baş verəcək. Baxın, error verəcək. Görürsüz? Error verdi. Vura da bilmərəm. Vurma işarəsi qoyum. Yenə də vurmaq olmaz. Bölə də bilmərəm. Yalnız toplaya bilərəm də. Aydındır. 2 dənə sətri nə etmək olar? Yalnız toplamaq olar. Bölmək, çıxmaq, vurma olmaz. Bir də uşaqlar sətirlə ədədi, uşaqlar bizim bir dəqiqəmiz var. Siz yorulmamısınız biz bir də qoşulaq, davam eləyək. Yəni yorulmusunuzsa saxlayaq. Necə məsləhətdir? Nə məsləhət görürsünüz? Saxlasan Yox. yaxşı. Mən yorulmamışam ha. Siz yorulmusunuzsa biz saxlayaq. Yorulmamışıqsa biz davam eləyək. Saxlasan yaxşı. Saxlayaq. Yoruldunuz, nə tez? Danışan mənəm, siz niyə yoruldular? Çox şey qalıb müəllim, yoxsa Əslində hə, hələ biz siyahı tipindən danışmamışıq. onu gəldiniz. Onda belə eləyək. Siz alqoritmin o qalan testlərin 90-a qədər, 99-a qədər yazırsınız. Mən bunun videosunu və PDF-ini atıram. Gələn dəfə bunlardan sizə heç bir sual cavab eləməyəcəm. Mən davam danışacağım 2-ci gün. 6-cı gün sizdən sual cavab eləyəcəm. Aydındır? Olar o. Aydın müəllim. Algoritm yaz. Necə? Algoritm yazıyor. Bəli, o 60-dan 50-dən qalıb axı.